Hər vaxtınız xeyir dəyərli tamaşaçılar, Reaksiya TV efirində siyasi reaksiya verilişinin növbəti canlı yayın buraxılışını izləyirsiniz. Hər birinizdən yayımızı bəyənərək paylaşmağınızı və eyni zamanda kanalımıza da abunə deyilsinizsə, xahiş edirik ki, abunə olmağı unutmayaq. İlerleyen dəqiqələrdə bir çox məsələləri müzakirə etməyə çalışacağıq. Rusiyanın Ukraynanın hücumlarına cavabı nə olacaq? Putin artıq Trumpa məlumat verib. Peskovun belə bir açıqlaması var. İlerleyen dəqiqələrdə həmin açıqlamanı oxuyacağım. Ümumilikdə həmin cəbhədə baş verən son vəziyyət, qardaş Türkiyədə gedən proseslər, Özgür Özər'in istintaqa cəlb edilməsi ilə bağlı Ədliyyə Nazirinin açıqlaması var. Ermənistandakı proseslər, Paşinyanın açıqlamaları var. Orada da daxildə vəziyyət sabit deyil. İlerleyen dəqiqələrdə qeyd etdiyim və digər məsələlər üzrə istiqamətində müzakirələrimizi davam etdirəcəyik. Studiyamızın qonağı Ümid Partiyasının sədr müavini İlahə Sadıqova ilə. İlahə xanım, salamlayıram sizi. Xoş gördük dəyərli Arzu bəy, sizi də əziz reaksiya sevərləri də salamlayıram. Təşəkkür edirəm. Deməli, Peskov qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin həqiqətən də Ağ Evin rəhbəri Donald Trumpa Rusiyanın Ukrayna silahlı qüvvələrinin zərbələrinə cavab verəcəyi ilə bağlı məlumat verib. Bu nəyə oxşadı? İran-İsrail qarşıdurmasında İran icazə alırdı Birləşmiş Ştatlardan ki, filan saatda filan hücumu reallaşdıracağım. Və bu istiqamətdə fikirlərinizi alaq, daha sonra digər mövzulara keçək. Əslində, son hadisələrdən sonra Ukraynanın Rusiyanın aviabazalarını vurduqdan sonra demək olar ki, Rusiyanın danışmağa artıq haqqı da yoxdur. Dünyanı təhdid etməyə də bir haqqı da yoxdur. Çünki artıq qeyri-ciddi qəbul olunur. Bir dövlət ki, özünü dünyaya ən güclü ordusu olan, üzr istəyirəm, ən güclü təhlükəsizlik sistemi olan ölkə kimi təqdim eləsin və onun içərisinə yerləşdirilmiş belə deyək, düşmən dövlət tərəfindən yerləşdirilmiş, hətta bütün kəşfiyyat sistemini atlayaraq, bütün təhlükəsizlik sistemini atlayaraq içərisinə yerləşdirilmiş və ölkə əhəmiyyətli, dövlət əhəmiyyətli strateji bir bazanı, hərbi bazanı yox eləyən bir dövlət statusuna gəlib, yox olan bir dövlət statusuna gəlib çıxması artıq onun bütün imicini, dünyadakı o əzazil, hər şeyə qadir, qüdrətli imicini yerlə bir eləyib. Artıq Rusiyanın nə deməyindən asılı olmayaraq, hansı bəyanatlar verməyindən asılı olmayaraq dünya onu ciddi qəbul etmir. Sadəcə gülüş hədəfinə çevrilir və fikir verirsinizsə, hətta Ukraynanın dron hücumundan sonra, aviabazaların məhv edilməsindən sonra demək olar ki, Putin görünmür. Hətta yerli kanallarda belə Putinin hər hansısa bir çıxışı olsun, şərhi olsun, müsahibəsi olsun, rast gəlinmir. Sadəcə köhnə kadrlar verilir efirlərə, şərhlər verilir ayrı-ayrı siyasətçilər tərəfindən və dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri çıxış edirlər və daha çox da təhdid edici ritorikanı səslənirlər, yəni o yolu tuturlar. Amma dediyim kimi artıq dünya onu ciddiyə qəbul etmir, çünki artıq Rusiyanın o dağıdılmaz, o mif yerlə yeksən oldu. Bəli, dağıdılıb. Deməli, bu məsələ ilə bağlı, elə bu hücum sonrası geniş müzakirələrə səbəb oldu. Dünya mediasında da artıq bunu müzakirə etmişik. Prezident Zelenski açıqlama verdi ki, bir ildən artıqdır ki, bu prosesə hazırlıq mərhələsindədir. Deməli, Azərbaycan parlamentində də hər zaman Rus yönümlü fikirləri ilə yadda qalan bir neçə şəxsin dünən bu məsələ ilə bağlı açıqlamasına diqqət yetirdim. Onlar da qeyd edirlər ki, yəni Rusiya tərəf bunu terror aktı kimi dəyərləndirməyə çalışırdılar. Qeyd etdiyim şəxslər də vurğulayırlar ki, burada terrordan söhbət gedə bilməz. Ukrayna müharibə qayda, qanun prinsiplərinə əməl edib, hərbi infrastruktura zərbə endirib. Yəni burada Ukraynanın legitim hədəfləridir. Orada heç bir mülki infrastrukturdan, hansı ki, Rusiya hər zaman mülki infrastrukturu, mülki insanları hədəf alırdı bu məsələdə. Ümumiyyətlə, Rusiyanın bu müharibədə göstərdiyi qeyri-etik davranışlar müharibə çərçivəsində, yəni hətta müharibənin aparılmasının belə etik normaları var, müharibə qaydaları var, hansıları ki, Rusiya darmadağın etdi. Rusiyanın konkret olaraq
yerli əhalini, uşaqları, uşaq bağçalarını hədəf alması artıq Rusiya haqqında, hətta bu hadisədən sonra ilk açıqlama ondan ibarət olmuşdu ki, biz qisas alacağıq və qisasımız da mülki əhaliyə qarşı olacaq. Artıq Rusiya haqqında bir söz deməyin heç bir mənası qalmır. Rusiya özü haqqında bir obraz formalaşdırıb və əslində öz obraz formalaşdırıb demək də düzgün deyil, əslində öz mahiyyətini ortaya qoyub. Ki, Rusiya budur. Onun üçün insan faktoru önəmli deyil. Onun üçün heç bir uşaq, heç bir qadın, heç bir yaşlı, mülki əhali və hərbi qüvvələr anlayışı yoxdur. Yəni onun üçün hər kəs birdir və onun əsas prioritetləri onun maraqlarıdır. Maraqları tələb edirsə ki, bir ümumiyyətlə belə deyək, qövmü yerlə yeksan etsin, yer üzündən silsinlər, bir soyqırım törətsinlər, onu eləyəcəklər. Necə ki, bunu əsrlər boyu eləyirlər. Hətta bəli, öz qan bir, dini bir qardaşı olsa belə. Uzun illər biz bunu Rusiyanın bu aqressiv münasibətini əslində postsovet ölkələri olaraq öz üzərimizdə hiss etmişik və daha çox da onunla eyni din daşıyıcıları olmayan və yaxud da eyni kök daşıyıcıları olmayan dövlətlər öz üzərində hiss eləyib, amma onunla paralel eyni dindaşları olan, məsələn, Gürcülər də olub, Ermənilər də olub, Moldova olub ki, Rusiyanın aqressiyasının üzərində hiss eləyib və olan hamısından nəsə qopartmağa çalışıb. Gürcüstandan Abxaziya, Osetiyanı qopardıb, Ermənistan vasitəsilə Azərbaycandan Qarabağı qopartmışdı, Moldovadan Dnestriyanını qopardıb. Yəni hər kəsdən nəsə qopartmağa çalışır. Axırıncı hədəfi də Ukrayna idi ki, oradan da Donetski, Luganski, Krımı qopartmağa çalışırdı. Və ondan sonra da əslində o ki, bu saydığım, daha öncə saydığım əraziləri özünə birləşdirəndən sonra, işğal edəndən sonra dünya onun etdiklərinə göz yumduğu üçün növbəti addım atmağa özündə haqq bildi və özünə haqq, belə deyək, zor tətbiq eləməyə özündə gücü olduğu üçün. Yenə hücum anonsları verir. Finlandiya verir, bəli, amma artıq dediyim kimi onun bu hücum anonsları, onun bu təhdidləri artıq tüm dünyanı güldürür. Çünki öz ölkəsini qoruya bilmək, öz dövlətini qoruya bilmək. Çünki bilirsiniz ki, bilev kimi gəlir. Həmin o hədəflər, hansılar ki vuruldu Ukrayna tərəfindən, Ukrayna ilə həmin o hədəflər arasında 4000 kilometrə qədər məsafə vardı. Elə belə bir məsafə deyil və heç kəsin hətta şübhələnmədi, şübhə doğurmadığı bir halda o dronların o əraziyə gətirilməsi özü də Rusiya kimi böyük bir dövlətin və özünü qüdrətli hesab edən dövlətin əslində təhlükəsizliyinin sıfır olmasını göstərdi hamıya. İndi aslında verdilər ki, o zədələnmiş hərbi təyyarələr bərpa ediləcək. Əslində onun dəyəri də hətta hesablanıb. Səhv eləmirəmsə 70 milyarda yaxın ziyan dəydiyi bildirilir. Çünki həmin o təyyarələr kifayət qədər çox böyük məbləğə başa gələn təyyarələr idi. Orada yerli istehsal edilən əksəriyyəti və bugün Rusiyanın vəziyyəti o deyil ki, hərbi sənayesinə o qədər pul yatıra bilsin. Yenidən həmin o təyyarələr, özdə həmin təyyarələrin strateji əhəmiyyəti də çox böyükdür Rusiya üçün. Çünki nüvə başlıqları daşıya bilən təyyarələri idi əslində və bir tərəfdən də Putinin dünyanı nüvə ilə təhdid etmək məsələsi də biraz belə deyək, gündəmdən düşmüş olur. Məhz bu təyyarələrin sıradan çıxarılması. Dediyim kimi Rusiyanın bir mifi var idi, dünyada xofu var idi, xüsusilə də bizim bölgədə, bizim regionda. Artıq o mif yerlə yeksan edib. Növbəti hədəf Rusiyanın tamamilə çökdürülməsi, iqtisadi cəhətdən tamamilə çökdürülməsi və gözlənilən kimi müharibəyə başlananda hədəf var idi ki, Rusiyanı masaya əyləşdirsinlər və Rusiya öz iddialarından, ambisiyalarından geri çəkilsin, normal dünya dövlətlərindən biri kimi, belə deyək, hegemon dövlətə baş əymiş kimi görünsün. Artıq o hədəfə demək olar ki, çatırlar. Çünki fikir verirsiniz, Trump da artıq fikirlərində bir dönüş yaşayır. Artıq Rusiya mediasında Trumpa qarşı aqressiv çıxışlar da başlayıb ki, Trump Ukraynanı dəstəkləyir, Avropa dövlətlərini dəstəkləyir və s. Dəfələrlə sizin studiyada danışanda da Trumpın əslində hakimiyyətə gəlməsini bayram eləyən qüvvələr var idi, xatırlayırsınız. Həmin o qüvvələrin sonda yanılacağı ilə bağlı danışmışdıq sizinlə, proqnozlar da verirdik və onun analizində, təhlilini də belə aparmışdıq ki, əslində Trumpın bu ritorikası daha çox qüvvələri Rusiyaya qarşı birləşdirməyə hesablanırdı ki, bugün biz onun şahidi oluruq. Artıq Almaniya Rusiyaya qarşı, o Almaniya ki, Rusiya ilə müttəfiq idi, şərq axını, kəməri var idi,
qaz enerji mübadiləsi vardır, Rusiya ilə arasında sıx əlaqələri vardır və s. Artıq həmin o Almaniya Rusiyaya qarşı qəbul olunan sanksiya paketlərini qəbul etdi. Sonuncu sanksiya paketi 17-ci sanksiya paketini qəbul etdi və 18-ci də qəbul edəcəyi ilə bağlı artıq anons verib. Bu artıq o deməkdir ki, Amerika öz istədiyinə yavaş-yavaş da olsa, yavaş templə də irəliləmiş olsa, artıq nail olmağa başlayıb. Və ən böyük hədəflərindən biri də ABŞ-ın o idi ki, Ukrayna ərazisində olan mineralları, yeraltı, yerüstü sərvətlərini istismarı ilə bağlı razılıq əldə eləsin və onu da əldə edib. Əslində bu müharibənin böyük mənada qalibi nə Rusiyadır, nə Ukraynadır. Bu müharibənin qalibi olacaq tərəf Amerika tərəfidir ki, biz artıq onun da qələbə çaldığını, yavaş-yavaş qələbəyə doğru irəlilədiyini görürük. Təəssüflər olsun ki, burada sadəcə olan dinc əhali olur və Ukraynada vəziyyət biraz da ağırlaşıb. Çünki Ukrayna əhalisinin sayı ilə Rusiya əhalisinin sayını müqayisə etmək doğru olmazdı. Rusiya əhalisinin sayı kifayət qədər çoxdur və yenə də döyüşməyə qüvvə tapacaq. Amma artıq Ukraynada vəziyyət o qədər qəlizləşir ki, döyüşməyə belə deyək, yaralılar, əlillər qatılırlar. Yəni vəziyyət biraz Ukrayna üçün yaxşı deyil, amma yenə də dəstək bu gün demokratik problem var. Bəli. Yəni əhali müqayisəsi baxımından Ukrayna uduzur üçün o qədər canlı qüvvəsi yoxdur. Bəli, bu gün əgər bütün dünya dövlətləri ona müasir silahlarla yardım etməsəydilər, bəlkə də Ukrayna çoxdan bu müharibəni uduzmuş olardı. Çünki dediyim kimi yenə də burada əhali canlı qüvvə devrəyə girir və canlı qüvvə baxımından Ukrayna Rusiyaya uduzur. Və müharibənin də qazanılmasında bütün belə deyək stavkalar rus sözü də olsa deyim Ukraynanın üzərinə qoyulduğu üçün bugün hər kəs çalışır ki, Ukrayna bu müharibədə qalib gəlsin. Hətta Britaniyanın da açıqlaması var idi ki, lazım olsa biz əskərlərimizi Ukrayna tərəfdən döyüşməyə göndərə də bilərik. Hətta gəlib o mərhələyə çatsa ki, Ukraynada həqiqətən də döyüşəcək qüvvə qalmasın, onda müharibənin tərəfləri olan bu və ya digər şəkildə tərəfinə çevrilmiş ölkələr də artıq Ukrayna ərazisinə öz qoşunlarını göndərəcəklər ki, bu müharibədə təki müharibədə Rusiya qalib gəlməsin. Çünki Rusiyanın müharibədən qalib çıxması bütövlükdə Şərqi Avropanın birinci növbədə Şərqi Avropa üçün təhlükədir. Şərqi Avropadan sonra da artıq digər Avropa dövlətlərinin üzərinə sıçrayacaq bu və heç də belə deyək, dünya üçün arzu olunan bir məsələyə çevrilməyəcək. Ona görə də bütün qüvvələr səfərbər olunub ona ki, Rusiyanı bu müharibədə məğlub etsinlər və onun üçün də nə lazımsa həyata keçirdirlər. Yayımızı davam etdiririk. Dəyərli tamaşaçılar, verilişimizi bəyənərək paylaşmağı unutmayaq. Qardaş, Türkiyədə gedən proseslərlə verilişimizi davam etdirəcəyik. Təzə bir informasiya yayılıb. Qazi Osman Paşada keçirdiyi mitinqdə İstanbul Cumhuriyyət Baş Prokuroru Akın Gürlekin ünvanına səsləndirdiyi ifadələrə görə Cumhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl barəsində istintaq prosesi başladılıb. Bu barədə Türkiyənin Ədliyyə Naziri Yılmaz Tunç məsələ ilə bağlı öz sosial media hesabında paylaşım edərək qeyd edib ki, məhkəməyə edilən təhdid hüquqi dövlət prinsiplərinə açıq hücumdur və beləliklə Özgür Özəl haqqında da istintaq prosesi başladılıb. Bildiyiniz kimi İstanbulun Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu da hazırda həbsdədir. İstintaq hərəkətləri davam etdirilir. Onunla həbs edilənlərin sayı onlarladır. 100-dən artıq hətta deyərdim şəxs həbs edilib məsələ ilə bağlı. Qardaş, Türkiyədə gedən proseslər, bir tərəfdən Öcalan məsələsi, PKK-nın özünü buraxması, sonra onun həbsdən çıxıb parlamentə gələcəyi ilə bağlı müxtəlif versiyalar var. Bu istiqamətdə fikirlərinizi alaq. Əslində Türkiyədəki proseslər daha öncə də danışmışdıq. Bu barədə sizin verilişdə elə müzakirəmizi aparmışdıq. Türkiyədə baş verən proseslər daxili siyasi belə deyək, elitanın siyasi kontingenti təmizləməyə hesablanmış proseslərdir. Hətta Özalın özünün belə CHP-nin sədri vəzifəsinə gətirilməsi əhali arasında da ciddi narazılıq vardı. Yəni onun ciddi bir fiqur, belə nüfuz sahibi olması ilə bağlı həmişə
həmişə xoşagəlməz fikirlər səsləndi və düzgün seçim olmadığı vurğulanırdı. Mən xatırlatmaq istəyirəm ki, əslində onun siyasi keçmişi Manisa bələdiyyəsindən başlamışdı və uzun illər onun parlamentdə təmsilçiliyi, vəzifədə təmsilçiliyi yalnız və yalnız CHP-nin sıralarında olmuşdu. Yəni adam əvvəldən CHP-çi olub deyə məhz bütün belə deyək, nəzər diqqəti də onun üzərində fokuslaşdırdılar ki, onu sədr seçmək daha məqbul olardı. Amma nəzərə almadılar ki, onun əhali arasındakı nüfuzu o qədər deyildi ki, və yaxud da onun belə deyək, siyasi çağırışları, çıxışları o səviyyədə deyildi ki, CHP-ni ayaqda saxlaya bilsin və növbəti mərhələyə yürüdə bilsin. Mənsur Yavaşla İmamoğlu'nun kölgəsində qalırdı. Biraz qalırdı, bəli. Siyasi nüfuz baxımından qalırdı və bu da CHP kimi bir köklü partiyanın belə deyək, özünü növbəti mərhələlərə ayaqda saxlayaraq keçirməsində biraz tərəddüdlər yaradırdı ki, biz bugün onun şahidi olduq. Üstəlik də hətta Əkrəm İmamoğlu məsələsində belə partiya sədrinin o hadisələrdən xəbərdar olmağı və o hadisələrin üstünü örtbasdır eləməsi elementləri də bilirsiniz ki, mətbuatda yayılmışdı və ola bilər ki, hətta o məsələ bu istintaqın gedişində Əkrəm İmamoğlu məsələsi ilə də bir əlaqəsi çıxsın ortaya. Yəni hər şey gözlənilə bilər. Uzun illər Türkiyədə problem siyasi hakimiyyət problemi olur. Demək orada vəziyyət belə idi də. Əvvəl Türkiyə Parlament Respublika olan dövrdə daha tez-tez belə deyək, orada hakimiyyət dəyişiklikləri baş verirdi və əksər vaxtlarda da qiyam vasitəsilə baş verdi. Çünki ordunun bütövlükdə səlahiyyəti var idi ki, istənilən belə deyək, siyasi konfigurasiyanı yarada bilsin. Yəni bugün əgər ordu daxilində müzakirə gedirdisə və onlar düşünürdülər ki, bunlar o düşünmə məsələsi deyildi. Biz bilirik ki, Türkiyə ordusu həm də NATO ordusudur və qeyri-türk dövlətlərinin də nüfuz dairəsində idi və Türkiyəni sevməyən, Türkiyəni öz nüfuz dairəsində saxlamaq istəyən dövlətlər hər zaman ordu vasitəsilə təzyiq göstərməyə çalışırdılar Türkiyə siyasi hakimiyyətinə və istədiklərinə də nail olurlar. Amma Erdoğan hakimiyyətə gələndən sonra, parlamentli respublika anlayışını sıradan çıxardığından sonra tək hakimiyyətli tək hakimiyyətliyə üstünlük verəndən sonra siyasi ordudakı vəziyyət tamamilə neytrallaşdırıldı. Bilirsiniz ki, darbə məsələsi də gündəmə gəlmişdi və darbə məsələsində nə qədər xəyanətkar generallar həbs olundu. Demək olar ki, ordu artıq üçüncü dövlətlərə işləyən şəxslərdən təmizləndi, arındı. Artıq növbəti mərhələyə gəlib çıxıb Türkiyə, öz daxilindəki siyasi fiqurları təmizləmə mərhələsinə gəlib çıxıb. Çünki təəssüflər olsun ki, CHP-nin içində qərb dairələrinə bağlı olan siyasətçilər çoxdur. Çünki mahiyyət etibarilə CHP özünə liberal və demokratik dəyərləri daha yaxın və daha üstün tutan bir siyasi partiya, siyasi təşkilat olduğu üçün onların təbii olaraq da qərb dairələri əlaqələri, qərb dövlətləri ilə əlaqələri və təşkilatları ilə əlaqələri daha sıxdır və onun üçün prioritet olan məsələlər birinci növbədə Türkiyə dövlətinin maraqları və Türkiyə xalqının maraqları deyil. Çox təəssüflər olsun ki, belədir və bunu da açıq-aşkar öz əməllərində, öz hərəkətlərində artıq göstərməyə başladılar və Erdoğanın əlinə belə deyə fürsət verdilər ki, Erdoğan CHP kimi köklü bir partiyanın içərisindən bu qədər xəyanətkarların olduğunu üzə çıxartsın. Təbii ki, bu xoşa gələn bir şey deyil. Çünki demokratiya, demokratik dəyərlər uğrunda mübarizə aparan, bunu özü üçün əlində bayraq tutan bir təşkilatın nüfuzunun bu qədər aşağı salınması, bu əslində demokratiyaya vurulan zərbədir. İnsan haqqlarına vurulan zərbə idi. Və həmin o təşkilat bu məsələlərə yol verməməli idi. Bu təşkilatın özünün daxilində olan düzgün olmayan insanlara belə deyək, dəyər verməsi idi ki, bugün təşkilatın özü bu insanların əməllərindən əziyyət çəkir. Bütövlükdə siyasi təşkilatın ideologiyasını, onun nüfuzuna xələl gətirəcək hərəkətlərin olması
əslində xəyal qırıqlığı yaşadır. İnsanın içində məyusluq hissi yaradır. Dediyim kimi, çünki bu partiyanın ideologiyası onun üzərində qurulmuşdu ki, bu demokratik dəyərlər, liberal dəyərlər, insan haqları, insan azadlığı uğrunda mübarizə aparan bir təşkilatdır. Onu prioritet hesab edən təşkilat idi. Bu təşkilatın içərisində bu qədər xoşagəlməz hadisələrin baş verməsi, xüsusilə də Türkiyə dövlətinə zərbə vuracaq hadisələrin içərisində həmin o siyasətçilərin yer alması, bu təbii ki, təəssüf doğuran halıdır. Ona görə də Türkiyə cəmiyyətində bugün haçalanma var. Qərb baxışlı, qərb dünya görüşlü insanların CHP-nin tərəfində durması və dövlətçi, milliyyətçi insanların da AKP-ni dəstəkləməsi bu belə deyək, ölkə içərisində çox ciddi qarşı durmaya, narazılığa gətirib çıxardı. Düzdür, son dövrlərdə istintaq materiallarının ortaya çıxarılması, insanların həqiqətən də həmin hadisələrin içərisində yer alması, yəni bu hakimiyyətin belə deyək, necə ki təqdim etməyə çalışırdılar ki, şər maşını işə düşüb, insanlar şərləməklə məşğuldur, amma Türkiyə dövləti göstərdi ki, xeyr, hələ də Türkiyə dövlətində nə baş verməyindən asılı olmayaraq, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyədə hələ də azad, demokratik təsisatlar var, məhkəmə kimliyindən asılı olmayaraq hər kəs haqqında istintaq apara bilər və onun kimliyindən asılı olmayaraq bəli, o Türkiyə dünyanın təqdim etməyə çalışdığı kimi diktatura ölkəsi deyil. Orada hələ də insanlar məhkəmələrə müraciət edib öz haqlarını ala bilərlər. Orada istənilən şəxs məhkəmə qarşısına çıxardıla bilər və günahlı sübut olunarsa həbs də oluna bilər. Yəni bunu biz hətta məşhurların simasında çox görmüşük. Türkiyənin bu yaxınlarda hətta bəzi məsələlərdə, siyasi məsələlərdə adı halanan aktyorlarla bağlı da Türkiyə məhkəməsinin qərarı oldu. Yəni burada nüfuz məsələsi, Türkiyədə nüfuz məsələsi rol oynamır. Günahkarsansa yargılanacaqsan. Bəli. Elə yeri gəlmişkən, Türkiyədən danışmışkən, Ermənistan baş naziri Nikol Paşinyanın cənab prezident Rəcəb Tayyip Ərdoğanla telefon danışığı baş tutub və Paşinyan Türkiyə prezidentini Qurban Bayramı münasibətilə təbrik edib. Rəcəb Tayyip Ərdoğan isə Ermənistan baş nazirinin bu ölkənin 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin zirvə toplantısına ev sahibliyi etməsi münasibətilə təbrik edib. Liderlər iki ölkə arasında münasibətlərin və regional məsələləri müzakirə edərək bundan sonra da dialoqun davam etdirilməsinə razılıq veriblər. Bu, Türkiyə-Ermənistan münasibətlərinin liderlərinin son telefon danışığı idi, diqqətinizə çatdırdım. Ermənistan daxilində də vəziyyət sabit deyil, bir daxildə siyasi gərginlik hökm sürməkdədir. Hazırki baş nazir eks-prezidentləri ittiham edir. Eyni zamanda bir daxildəki gərginliyə də bir diqqət çəkməyiniz istəyirəm. Əslində Ermənistanda baş verən prosesləri daxili proseslər kimi dəyərləndirmək biraz yumşaq demək olardı. Çünki bugün Ermənistanda baş verən proseslər bütövlükdə regionu əhatə edən proseslərdir. Çünki bilirsiniz ki, revanşist qüvvələr var Ermənistanda. Paşinyan gələn gündən, belə deyək də 2018-ci ildən fərqli propaganda aparmağa çalışırlar. Hansılar ki, Rusiyanın kurasiyasındadır və Rusiyanın patronajlığı ilə bütün bu əməlləri törədirlər. Hətta kilsə də, təəssüflər olsun ki, Ermənistan kilsəsi də Rusiyanın nüfuz dairəsindədir və dəfələrlə Paşinyana qarşı çevriliş etməyə cəhd göstəriblər, aksiyalar keçirtməyə cəhd göstəriblər. Amma israrla Paşinyan gələn gündən Rusiya xofunu, Rusiyanın təsirini Ermənistan üzərindən, erməni əhalisi üzərindən, erməni siyasi hakimiyyətini və hərbi hakimiyyətinin üzərindən götürməyə çalışır və buna böyük mənada əslində nail ola bilib. Bu yaxınlarda Paşinyanın tələbələr qarşısında görüşü var idi. Xatırlayırsınızsa, tələbələrdən ikisinin verdiyi sual və Paşinyan onlara verdiyi cavab diqqəti çəkmişdi o görüşdə. Tələbələrdən biri sual verdi ki, siz əgər bilsəydiniz ki, Qarabağı uduzacaqsınız, Qarabağ əldən gedəcək, siz öz jurnalist fəaliyyətinizi buraxıb yenə də siyasətlə məşğul olardınız. Belə bu səpkidə bir sual vermişdi. Paşinyan deyirdi ki, bəli.
Çünki biz artıq Ermənistan artıq öz real Ermənistan sərhədlərini qorumaqla məşğul olmalıdır və artıq başa düşməlidir ki, biz bu coğrafiyada, olduğumuz coğrafiyada nəyəsə nail olmalıyıq. İqtisadiyyatımızı geniş böyütməliyik, dünyaya çıxmalıyıq, böyük layihələrdə yer almalıyıq. Növbəti suallardan biri də o idi ki, siz necə ola bilər ki, sizin bu siyasətiniz ümumiyyətlə böyük Ermənistan xülyasının üstündən xətt çəkir. Siz necə böyük Ermənistan xülyasından əl çəkə bilərsiniz? 700 min kvadrat kilometrlik ərazi iddiasına necə əl çəkə bilərsiniz? Onda yenə də Paşinyan cavab vermişdi ki, biz bizə aid olmayan, mifoloji yaradılmış, uydurulmuş, heç bir əsası olmayan ideyanın dalınca qaçmaqla əslində əlimizdə olanı da itirə bilərdik. Və ona görə də mən bu siyasətimi davam etdirmək fikrindəyəm və heç də səhv elədiyimi düşünmürəm. Əksinə daha bugünə qədər olan prezidentlər yanlış hərəkətlər etmişdi deyə Ermənistan bugünkü duruma, yəni indiki olduğu duruma gəlib çıxmışdı. Onun nəticəsi indi çəkilir. Paşinyanın çəkinmədən tələbələrin qarşısında bu cür çıxışlar etməsi onu göstərir ki, artıq Paşinyan bizim qorxumuz vardı ki, birdən Ermənistan ki, bir dəfə olub belə bir hadisə 90-cı illərdə Ter-Petrosyan bilirsiniz ki, böyük bir dönüş etmişdi Rusiyaya qarşı və ondan sonra da biz ərazi itkilərimizi durmadan yaşamağa başlamışdıq. Bizim qorxumuz vardı ki, bəlkə Paşinyan da eyni ssenarini həyata keçirdi, amma Paşinyanın bu davamlı addımları, davamlı çıxışları əslində onu deməyə əsas verir ki, yox, Paşinyan bu məsələdə israrlıdır və revanşist qüvvələrin heç bir halda hakimiyyətə yaxından uzaqdan heç bir təsirinin olmaması üçün hər bir şey edir. Onlarla bərabər, yəni keçmiş prezidentlərlə bərabər bugün kilsənin də Ermənistan bilirsiniz ki, elə bir toplum, ümumiyyətlə xristian dövlətlərində kilsənin idarə etmələri təsiri olur, bəli, və Ermənistan da o dövlətlərdəndir ki, əhali arasında kifayət qədər çox kilsənin nüfuzu var. Çünki ideologiya üzərində qurulub və həmin o dediyimiz bu böyük Ermənistan ideologiyası və s. bugün kilsədən ayağa çıxıb gəlir. Və Qaryaginlə olan sonuncu atışmaları Paşinyanın, xüsusilə də 3 mərcində yerləşən kilsəyə göndərdiyi belə deyək, ultimatum təhdid edici ultimatum idi və orada ittiham etmişdi din xadimlərini ki, siz ümumiyyətlə dinin tələblərini pozursunuz. Bilirsiniz ki, xristianlıqda belə bir şey var ki, sən din xadimisən, dinlə məşğulsansa, sən ailə qura bilməzsən, heç bir qadınla heç bir münasibət yaşaya bilməzsən. Yəni orada evlənməmək andı var. Heç bir münasibət qurmamaq andı var və Paşinyan da bir ittihamlarla çıxış elədi ki, siz o andı pozmusunuz. O andına sadiq olmayan insanlar, şəxslər kilsədə fəaliyyət göstərməyə layiq deyilər və kilsədə fəaliyyət göstərməməlidirlər və insanlara nəsə öyrətməyə çalışmamalıdır. Çünki onlar öz verdikləri andları pozmuş sayılırlar. Və hətta Qaryaginə də belə təhdid edici bir mesaj verdi ki, sözündən, yəni Paşinyan sözündən belə çıxdı ki, elə eləmək ki, səninlə bağlı olan faktları, əlimdə olan faktları ortaya töküm. Yəni bütün bu proseslərdən sonra, bütün baş verən bu olaylardan sonra onu deməyə əsas verir ki, Paşinyan Azərbaycanla Ermənistan arasında olan bağlanmalı olan sülhə sadiqdir. Yenə də o istəyir ki, aramızda sülh müqaviləsi imzalansın və artıq bu məsələ bitsin və Ermənistan öz yoluna baxsın. Və Türkiyə ilə bugünkü yaxınlaşması, Türkiyə ilə olan münasibətlərinin düzəlməsi və bu istiqamətdə dəfələrlə Türkiyə Paşinyan tərəfindən hansısa bir jestlərin olunması da məhz ona hesablanıb ki, Paşinyan bölgədə sülhün olmasının tərəfdardır və sadəcə mesaj verir ki, bu mənim əlimdə deyil. Rusiya hər cür müdaxilə eləməyə çalışır. Mən də Rusiyanın müdaxilə elədiyi bütün xətləri kəsməyə çalışıram. Bu təbii ki, birdən-birə baş verəcək hadisə deyil. Kilsənin nüfuzunu aşağı salmaq əhali arasında. Bugün məsələn Ermənistanda sorğu keçirilir.
Təəssüflər olsun ki, ötən illərlə müqayisədə kilsənin nüfuzu aşağı düşsə də, amma yenə də Paşinyanın nüfuzundan çoxdur. Yəni 37% Paşinyanın nüfuzunu sorğularda üstünlük təşkil edib, 44% isə kilsənin. Bu o deməkdir ki, hələ də kilsənin cəmiyyətə, insanlara böyük təsiri var. Və Paşinyan aram-aram, balaca-balaca addımlarla kilsəni sıradan çıxartmağa çalışır. Başqa yolu yoxdur ki, bugün əgər revanşist qüvvə, hətta Rusiyanın belə deyək, ortaya çıxardacaq bir siyasi qüvvəsi də yoxdur, bir siyasi fiqur da yoxdur ki, onun üzərində dayansın, onun üzərində fokuslansın və onu insanlara təqdim etməyə çalışsın. Bugün əgər hətta Paşinyanın əleyhinə belə aksiyalar başlasa, ortaya çıxaracaq bir lideri yoxdur, siyasi lideri yoxdur. Yəni Rusiyanı dəstəkləyəcək siyasi lider yoxdur. Bu məsələdə Paşinyanın böyük bir üstünlüyü var. Lakin dediyim kimi kilsə bu məsələdə ciddi aktivləşib Rusiyanın dəstəyi ilə və çalışır ki, Paşinyanı nüfuzdan salsın. Kimliyindən asılı olmayaraq hakimiyyətə başqa bir adam gəlsin, tək ki Paşinyan olmasın. Çünki o kim gələcəksə onu Rusiya öz nüfuz dairəsinə almağı elə də çətin proses olmayacaq. Çünki dediyim kimi Paşinyan konkret hədəfi var, o xətt üzrə irəliləyir və o görünən bütün baş verən proseslər göstərir ki, Paşinyan o xəttdən geri durmayacaq heç bir halda. Lakin yeni gələcək adam, yeni gələcək qüvvə kim olacaqsa, Rusiya onu rahatlıqla öz nüfuz dairəsinə ala bilər. Ona görə də Paşinyan çalışır ki, bütün o xəttləri, Rusiya xəttlərini bloklasın, bütün əlaqələr kəsilsin və bölgədə yeni bir reallıq yaransın. Sülh imzalansın, tərəflər nəhayət yanaşı və dinc yaşamağın bir yolunu müəyyənləşdirsinlər. Hə, bizim aramızda hər hansı bir əlaqələr olacaqmı, yenidən biz bir yerdə yaşaya biləcəyimi? Bu tarixin göstərəcəyi bir məsələdir. Bəli, biz tarixdə çox hadisələr olub, çox xalqlar bir-birindən düşmən olub. Fransa ilə İngiltərə ömür boyu bir-birlərindən düşmən mövqedə olub, amma bugün hamı eyni birliyin içində təmsil olunurlar. Çox da mehriban yaşayırlar, aralarında da heç bir sərhəd yoxdur. İndi Azərbaycanla Ermənistan arasında nə kimi münasibətlər yaranacaq, onu deyə bilmərik, onu zaman göstərəcək. Amma ən azından dinc və yanaşı yaşamağı hər iki dövlət bacara bilər. Yəni heç kəs heç kəsin ərazisinə soxulmadan, heç kəsin ərazisinə iddia etmədən ki, heç kəs deyəndə burada daha çox Ermənistan nəzərdə tutulur. Çünki bizim heç bir dövlətə heç vaxt ərazi iddiamız olmayıb. Ermənistan da bugün konstitusiyada dəyişikliyin etməsi ilə bağlı Ermənistanda Paşinyanın o barədə də çıxışı olmuşdu, yeri gəlmişkən. Onunla da bağlı fikir səsləndirmişdi ki, əgər bizim qonşularımız olan dövlətlər düşünərsək ki, bizim onlara qarşı hər hansı bir ərazi iddiamız ola bilər, elə bir fakt aşkarlanarsa, biz o faktı da aradan qaldırmağa hazırıq, razıyıq. Yəni, faktın olduğunu deməsə də, boynuna almasa da ki, bəli, bizim konstitusiyada belə bir bənd var, belə bir müddəa var. Çünki konstitusiyanın içində yox, preambula hissəsində də daha çox. Bu da dediyim kimi o böyük Ermənistan xulyası ilə bağlı məsələdir ki, orada Türkiyə, Azərbaycan və Gürcüstan qismən ərazi iddiası var. Hətta onu belə aradan qaldırmağa Paşinyan mesaj verir ki, hətta onu belə edə bilərik. Sadəcə bizi bunu etməyə qoymayan müəyyən qüvvələr var və onunla mübarizə aparırıq. Bugünkü bu Türkiyə yaxınlaşması, hətta Paşinyanın bizim prezidentimizə yaxınlaşması bu sonuncu Avropadakı görüşdə bilirsiniz, prezidentlər arasında məsələlərin müzakirə olunması, qarşılıqlı çox rahat şəkildə müzakirələrin aparılması da əslində onu göstərir ki, Paşinyan israrlıdır bu məsələdə və Paşinyan öz belə loru dildə desə, ürəyindəndir ki, bu məsələ tez həll olunsun. Bunun üçün ən ağrılı məsələdir. Bugün dediyim kimi Ermənistanda baş verən məsələlər bu bölgənin taleyini həll edəcək məsələlərdir. Ona görə ümid eləyək ki, kilsə və Rusiya öz istədiyindən nail olmayacaq və Paşinyanı dəstəkləyən qüvvələr yenə də hakimiyyətdə qalacaq, Paşinyan özü də hakimiyyətdə qalacaq və bu qərb xətti, qərb yönümlü siyasət davam edəcək. Ümid edək. Təşəkkür edirəm, çox sağ olun. Mən sizə dəvətiniz üçün təşəkkür edirəm. Dəyərli tamaşaçılar, efirimiz sona çatır. Saat 17:00-da Akif Nağın iştirakı ilə bu sürədə tarixi reaksiya verilişinin növbəti canlı yayın buraxılışı olacaq. Hələlik salamat qalın.